Bu günləri 20 yanvardır. Yenə sosial şəbəkələr, YouTube kanalları başlayacaqlar saxta vətənşüvənliyə ki, Allah şəhidlərimizə rəhmət eləsin. 20 yanvardır, falandır, filandır. Ay indiyənə kimi Əliyevlər, Paşayevlər 20 yanvarın 5 qatını eləyiblər. Azərbaycan vətəndaşlarının 50% ölkədən didərgin düşübdür. Nə 20 yanvar? Öz atasının, anasının, qardaşının, bacısının, əzizlərinin məzarını ziyarət edə bilməyən Azərbaycanlılar bu günləri vətənsevər olub 20 yanvarı anım günü kimi qeyd edirlər. İlham Əliyev və Mehriban Əliyeva, onların məmurları ancaq ilin 360 gününü, 64 gününü kayf eləsinlər, yesinlər, içsinlər. 20 yanvar günü də gedib bir dənə gül qoyub, qalan günü Azərbaycan xalqını qayırmalıdırlar. Prokurorlar sırayla gedir, polislər, nə bilim, millət vəkilləri, prezident, nə bilim, falan filan. Güya bunlar 20 yanvar qədri bilənlərdir. Saxta vətənpərvərlik, saxta millətçilikdir. Nə qədər ki bu saxtalıq var, Azərbaycan xalqını Əliyevlər, Paşayevlər və onların saxta məmurları neynəyəcək? Başa düşdünüz də. Allah həqiqi mübarizə aparan və həqiqətən də canı yananların canını sağ eləsin. Ölənlə ölmək olmur. Əliyevlər, Paşayevlər ancaq saxtakarlıq eləyib Azərbaycan xalqına nəyi bağışlayıblar? Ağlaşma günlərini. Kayf günləri, yeyib içmək günləri ancaq YAP hakimiyyətinə aiddir. Şəxsən özümdən götürürəm. Özümdən götürürəm. 4 il orduda olmuşam, 4 il. Qarabağ qazisi qardaşımın dəfininə gedə bilməmişəm. Mən nə 20 yanvara durum şəhidlərimizə Allah rəhmət eləsin deyib. Mən ki öz qardaşımın dəfininə gedə bilməmişəm. Deməli bunlar bizi sındırıblar. Aydındır. O saxtakarlıqla pafsın çıxışlar mən. Saxtakarlıqla pafsın çıxışlar mənlik deyil. Allah bir daha da şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin də səbrini kəssin.